Salamlar. Bugün keçirilmiş 9 mart tarixində 11-ci sinif 1-ci zona buraxılış imtahan suallarına baxaq. Dinləmə müxtəlif cür olduğu üçün hər yerdə, yəni mən sadəcə cavabları deyəcəm. Deməli, onsuz da qapalıdan cavabları bildiyimiz kimi elan olunur. Oradan hər bir şagird dəqiq baxa bilər. Deməli, dinləmə mətni bir körpü haqqındaydı, hansı ki birdə olacaq D variantı. A historical site of Mostar. İkincidən mətnə görə düzgün variantı seçin deyir. 2 və 4 olacaq. 3-də A olacaq. 4-də two cultures, 2 mədəniyyət. 5-də brave, 6-da isə spectacular sözü olacaq. İmtahana yeni əlavə olmuş mövzular düşməyib və müəllim kimi fikrimi bildirsəm, belə deyirəm ki, şagirdlər üçün əsas da ingilis dilindən söz bazası yaxşı olan və davamlı qətiyyətlə çalışan şagirdlər üçün rahat imtahan olub. Yəni, suallar ümumilikdə rahatdır. Təbii ki də müəyyən faktorlar var, imtahan stresi, vaxt və s. Amma ümumilikdə sualları çətin demək olmaz. İndi isə cavabları istəyirəm və qrammatikanın izahına keçirəm. 7-ci sualda əks mənalı sözləri istəyir. Cavab olacaq B variantı. Əvvəl növbəti. Defensive, protective. Baxın, defense də müdafiədir, protect də. Hər iki feildən sifət yaranıbdır. Müdafiə edici, qoruyucu deməli. Massive, large, böyük, geniş, nəhəng. Mild, soft, yumuşaq. Strong, powerful, güclü. Nəqli cümlədə qardaş əvəzliyi ilə mübtədanın özü ilə uzlaşır. Qız təkdədir deyə herself. Üçüncü şəxsin təkində. Feilimiz to ilə başlayan feildir, tamamlıq var. Özündən sonra mürəkkəb tamamlıqda to-lu feil alan. Expected, asked, yəni 1, 4, d-dadır. Late ilə made, to-suz götürür feilləri. Daha sonra deməli 10-cuya baxırıq. William tərəfindən çəkilmiş şəkil. Şəklin nə olduğu məlumdur. D artikl olacaq. Onsuz da boş yaza bilmərik, çünki isimdir. Amma məlumdur ki, şəkli William çəkibdir. Haqqında danışılan təkdə olan isim məlumdursa D yazırıq. Best sifəti üstünlük dərəcəsi ən yaxşı, o da D artiklda işlənir. 11-də bəziləri, digərləri müqayisə edir. Bəziləri zərərlidir, digərləri faydalıdır. But, lakin, ziddiyyət var. Deməli, gəlin baxaq. Elə belə sual səhv etmirəmsə keçən düşüb. Dünən keçən suallarına baxmışdıq çünki. The girls swapped qaydasından gedirik. Have been making salad. Deməli, swapped place in the kitchen for 20 minutes. 5 və 3. 2, 4, 1, 6, 5, 3 olacaq. Deməli, the girls have been making salad in the kitchen for 20 minutes. Qızlar mətbəxdə 20 dəqiqədir ki, yemək hazırlamaqdadırlar. Proses başlayır, davam edir. İndiki bitmiş, davam edici. Have been, ing. But var ziddiyyətdir. Deməli, isn't able-ın to'su yoxdur, is able-ın da to'su yoxdur. Ziddiyyət varsa hər iki tərəf eyni cür təsdiq inkar olunmaz. Bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Mənim bacım qızı fransızca danışır, lakin mənim bacım oğlu danışa bilmir. Definition. Bu isə kimisə narahat etmək. C. Trust. Kimisə düzgün, dürüst, yaxşı olduğuna inanmaq. A. Alter, dəyişmək. Deməli, nəyisə başqa yolla fərqli etmək. C. A, B olacaq. O da B variantındadır. Mürəkkəb isimləri seçin. Bilirik ki, information, şın şəkilçi, hood şəkilçi. Deməli, agreement, ment şəkilçi. Daha sonra baxaq, burada biz mürəkkəb isimlərə deməli. Postman, darkness, baxın, ness şəkilçi burada da. Misal üçün, happiness ola bilər. Cavab olacaq E variantı. Shoemaker, ayaqqabı düzəldən. Mindset, 2 sözdür. Snowdrop, qar damcısı, bu da 2 sözdür. Deməli, və-dən sonra bitmiş zaman gəlmir. Gəlin bunları çıxaq. Köməkçi feillə də başlamır. Sual cümləsi ilə başlamışıqsa, digər tərəfi mübtədə xəbər yazmalıyıq. Deyə bilirsən ki, o nə vaxt səhər məşq edir. Sual cümləsi. Xüsusi sual sözü, köməkçi feil, mübtədə əsas feil. Didlə ed olmaz. Köməkçi ilə əsas yanaşı gəlməz. Burada da köməkçi yoxdur. Deyir, neçə sənəd imzaladın. Talk to, kimlənsə söhbət etmək. Talk about, nəsə haqqında söhbət etmək. Professor, kollegası, yəni iş yoldaşı ilə tələbələri haqqında söhbət etdi. Deməli, gəlin baxaq, modla er olmaz. Burada zən var, adi dərəcə olmaz, müqayisə olmalı. Elə bu. And də paraleldir. Hər ikisi eyni dərəcə olur.
Çay digərindən daha geniş və daha uzundur. Dəyişilə bilməz, tamamlığı olmayanlar dəyişilə bilməz. Alice parka deməli kitab oxumaq üçün getdi. Üzərində işləyən əşya kimi nəyəsə olan cavab verilən söz tamamlıq yoxdur. Bazar düzü Azərbaycanda ən yüksək silvədir, yoxdur bunun tamamlığı. 1-2. Müəllim Shakespeare haqqında təqdimatları dəyərləndirdi. Nəyi var? Sally Milli Parkda dünən 2 dənə maral gördü. Nəyə gördü? Maralı var. Onlar dəyişilə bilər. Yaxşı olar ki, bu ayaqqabıları almayasan. Gəzəndə səni incidəcəklər. Gələcək deləmi? Gələcək hansıyla uzlaşır? Elə indiki ilə. 22-də deməli, Jane keçənə çox səyahət etdi. Baxın, gəlin baxaq. Təsdiqdədir elə. Nayzən çıxın, Ayza inkarda olmalıdır. But to olmaz. Yəni, keçənə çox səyahət etdi, lakin bacısı da etdi həmçinin. Yox. İnkar olmaz, təsdiqdədir və bacısı da həmçinin etdi. To da axırda gəldi. İndi gəlin mətni oxuyaq. Neil Harperly deməli Amerikan ədəbiyyatında ən çox satılan və ən möhtəşəm əsərlərdən birinin müəllifidir. Bülbülü öldürmək əsərinin müəllifidir. Onun yazısı deyir ki, deməli uşaqlıq təcrübələrindən hansı ki o çətinliklərə, ayrı seçkiliyə məruz qalmışdı. Yəni o hisslər tərəfindən təsirlənib o yazısında. Orta məktəbdə İngilis ədəbiyyatına olan marağı böyüdü və o deməli ədəbi cəmiyyətin bir üzvü oldu və öz marağını yazıda qoruyub saxlayaraq Lee deməli məktəb qəzetində işlədi, o da töhfə verdi. Baxmayaraq ki, Lee daha sonra hüquq məktəbinə qəbul olundu. Onun yazıya olan marağı heç vaxt bitmədi. Buna görə də universiteti tərk etdi və yazıcı olmaq xəyalını izləmək qərarı aldı. Onun birinci kitabı Bülbülü öldürmək böyük bir uğur əldə etdi və bu zamansız iş, yəni həmişə məşhur olan, həmişə sevilən mənasında bu iş davamlı, uzun müddət davam edən bir təsir yaratdı ədəbiyyatda. Bərabərsizlik, deməli ədəbi inkişaf, yəni böyümə, əxlaqi böyümə və empatiya kimi mövzulara işarə edirdi. Bülbülü öldürmək əsəri 40-dan çox dilə deyir ki, il ərzində tərcümə olundu. 1 milyondan çox kopyası satıldı. Və o nüfuzlu Pulitzer mükafatına ədəbiyyat üçün layiq görüldü. O deməli prezident George Washington tərəfindən azadlıq medalı ilə mükafatlandırıldı. 2007-ci ildə Bush deməli Literature. Bu cümlənin nəsə halxası. 2007-ci ildə deyir, töhfələr verildi və daha sonra da George Washington, və 2007-ci ildə o töhfələrinə görə medal verildi. Daha sonra 2015-ci ildə Lee özünün deməli Go Set a Watchman adlı uzun müddət davam edən romanını nəşr etdirdi. Bu hətta Bülbülü öldürməkdən daha əvvəl yazılmışdı. Deməli mətnə görə deyir ki, yazıçı olmamışdan qabaq hüquqda dərəcəsi var idi. Xeyr, dərəcəsi yox idi. Universiteti tərk etdi, çıxdı. Deməli, qəzetin əsasını qoymuşdu. Gəlin baxaq. Bəli, The School Newspaper deyirsən, burada B-dir. Yenə də o bir variantlara baxaq. Uşaqlığında xoşbəxt idi. Xeyr, uşaqlığındakı çətinliklərdən təsirlənib yazmışdı Bülbülü öldürməyi. Deyir ki, həmişə elə hüquq məktəbinə qəbul olmaq, yəni o üzrə təhsil almaq arzusu var idi. Xeyr. Deyir ki, İngilis ədəbiyyatla orta məktəbdə maraqlanırdı. Became interested in English. O İngilis dilindən uşaqlığından bəri maraqlanırdı. Məncə, uşaqlığından bəri maraqlanırdı. Bəli. Bu da B-dir. Founded the newspaper. Founded yox. Əsasını qoymadı əslində. O, harda sonra töhfə verdi. Ona görə də E variantı da deyil. Bir dəqiqə E variantına dəqiq baxaq. Deməli, English literature. Gəlin bir dənə baxaq. O da high school, burada hardaydı. Newspaper. Became interested in English literature. English literature var idi. Bəli. Founded sözü yoxdur əsasını qoymaq. Tamam. Onda elə burada biz eyni götürməliyik. Sorry. Bunu düzəldək və eyni götürək. Deməli, bir dəqiqə. Founded sözünə, çünki əsasını qoymur. Orada sadəcə özü də yazır. Deməli, indi gəlin digərlərinə də baxaq.
İndi gəlin deməli digərlərinə də baxaq. Bəli. 24-də mətn nə haqqındaydı? Deməli, Harper Lee-nin ən yaxşı satan kitabı, müxtəlif Harper Lee tərəfindən yazılmış müxtəlif əsərlər, uşaqlıq illəri, Amerikan ədəbiyyatının tanınmış kitabıdır. Baxın, burada cəmdə olanı gördünüz, çıxın. Parafraz edib təkdə olanı verirlər. Yəni, mükafat qazanmış Amerikan yazıcısı elə Harper Lee haqqındaydı. Deməli, 25-də bizdən düzgünü istəyir. Deyil, Prezident George Bush onu, bu arada mən bunu bayaq Washington dedim, sorry. Coğrafya və tarixlə çox da adam yoxdur, İngiliscə müəllim olaraq, ona görə də oralara takılmayaq. Deməli, George Bush deyir ki, Lee-yə universitetdəki nailiyyətlərinə görə mükafat verdi. Xeyr, ona nəyə görə mükafat verdi? Bir dənə baxaq, o Pulitzer mükafatını aldı. Ondan sonra da yazıya görə mükafat aldı. Universiteti tərk etdi, getdi. Universitetdə ədəbiyyat oxumurdu. Harper Lee was awarded the Pulitzer Prize for Fiction for Ghosted a Watchman. Xeyr, Pulitzer mükafatını To Kill a Mockingbird ilə aldı. Ghosted a Watchman was printed before To Kill a Mockingbird. Birinci yazmışdı bunu, amma çap etməyi ondan sonra idi. Deyir, birinci kitabı tamamilə uğursuz idi. Xeyr, əksinə o böyük şöhrət Pulitzer mükafatı gətirdi. Bəli, ədəbiyyatda böyük təsiri var, 25E. 26-da nə kimi bir təsiri, deyir, nəyin təsiri var idi? Harper Lee-də nəyin təsiri var idi yazısında? Deməli, bir olacaq burada, bir də 3. Hansı ki, təcrübə etdiyi, yaşadığı çətinliklər, bir də digər insanlara qarşı olan ədalətsiz davranış. Çünki injustice elə unfair'nin sinonimidir. Yəni, o adına təsir eləmişdi. 27. Birinci paragrafdan seçin. Baxın, to varsa feildir. Baş verəcək nə isə bir şeyi, deməli, görmək, witness olacaq burada. To witness, yəni şahidlik etmək. Bir dəqiqə baxın, bəli. Passion güclü istəkdir. İkincidə. Deməli, dream olacaq. Burada paragraf 2-də deyirlər bizdə. Gəlin bir dənə baxaq. Sorry. Passion güclü istəkdir. Dream arzu, xəyaldır, amma passion'a enthusiasm, her passion, yəni istəyi, həvəsi olacaq. Amma əslində dərinə geçsək, bir dəqiqə bunu izah edəcəm. Əslində, amma dərinə geçsək, deməli, İkisinin də bir dəqiqə buna baxacağım. Sinonim kimi, yəni götürmək mümkündür bir növ. Passion. Amma enthusiasm xüsusi maraqdır. Maraq, istək. Dream sadəcə xəyal kimi gedir, xəyal, arzu. Bəli. Ona görə enthusiasm olacaq. 29-da. She left the university. Demək, ən az 2 sözü dəyişin. 29-da universiteti tərk etdi. Haradaydı? Bir dəqiqə baxaq. She left the university and decided to follow her wish of becoming a writer. Baxın, demin yenə wish yaza bilərsiniz. Arzu. Pursue'də izləməkdə. Onu da yenə follow yazmaq olar. Deməli, follow və wish hansı ki yazmaq mümkündür. 30-da hansı uşaqlıq arzunu deyir, gerçəkləşdirmək istəyirsən və nə üçün? Bu haqda da özünüz fikirlərinizi yazıbsınızsa şərhdə qeyd edə bilərsiniz. Növbəti həftə imtahan verəcək hər bir kəsə uğurlar diləyirəm. Daha çox izahlar üçün kanalıma abunə olmağı unutmayın. Görüşəndək, sağ olun.